Hi guys. Bugün sizlerle birlikte review hissəsini eləyəcəyik. Time to watch hissəsini niyə çəkmədim? Çünki bu videoda siz QR kodunu oxudub, buradan tapşırıqları işləyəcəksiniz. Bu QR kodunu oxudub sizə göstərə bilmədiyim üçün review bölməsi ilə davam edəcəm. Okay. So let's start. Okay. Choose the correct option. Düzgün seçeneği. Düzgün seçimi seçin. January 27 is a very useless, important day for me. I got a gold medal that day. Gold medal nədir? Elə vacib bir şeydir. Deyir ki, January 27, yanvarın 27-si mənim üçün necə bir gündür ki, mən o gün qızıl medal almışdım. Important olar da useless olmaz, unimportant olmaz, important olar. Today, many websites are user-friendly, possible. Everyone can use them easily. Hamı asan işlədə bilirsə, dərsimizdə də, keçən dərslərimizdə var idi, user-friendly olacaq. We are completely different people. Our friendship is possible, impossible, important. Okay, so biz fərqli insanlarıq. Bizim dostluğumuz impossible, yəni mümkünsüzdür. Burada indi fərqli deyəndə o mənada fərqli, yəni görünüş baxımından zaten deyil. Burada different people, yəni söhbətimiz tutmur da o dərəcə, yəni dəyişik, yəni fərqliyik. You can find a lot of information in this book. Take it home and read it. İndi kitabı deyir ki, bu kitabda necə bir informasiya var ki, sən onu evə apar və onu oxu. Yəni impossible, imkansız informasiya olmaz ki, imkansız informasiya olmur. Useful, lazımlı informasiyalar, bir də unimportant, lazımsız informasiyalar. Əlbəttə ki, burada useful olacaq. It is important, impossible, possible. It can't be Jack. Jack is in England now. It is impossible, yəni mümkünsüzdür. Jack'in burada olmağı mümkünsüzdür. Çünki Jack İngiltərədədir indi. I need to go because I have an important, impossible, unimportant meeting. Deyir ki, mən indi getməliyəm. Çünki mənim vacib, imkansız və lazımsız, yəni vacib olmayan bir görüşüm vardı. Əlbəttə ki, burada görüş vacib olduğu üçün getməlidir. Keçək içiyə. Change the sentences using an infinitive after the adjective. Sifətdən sonra məstər işlədərək cümlələri dəyişin. Məsəl üçün burada verir ki, reading a storybook is interesting. It is interesting to read a storybook. Okay, riding a horse is difficult. It is başlayacaq. Difficult to ride a horse. Traveling without friends is boring. It is boring to travel. It is boring to travel without friends. It is'dən başlayacaq yenə. To travel without friends. Cümlələrdə olduğu kimi gəlir. It is important to come to lessons on time. Keçək dördüncü cümləyə. It is possible to use different books at the lesson. Burada to'nu işləməlisiniz və ing var. Burada ing-yə fikir verin. Using-də. Burada to use edirik. Yəni ing-ni atıraq, məstər formaya salırıq. It is not good to eat a lot of hamburgers. Eating a lot of hamburgers is not good. It's not good to eat a lot of hamburgers. Making friends is useful. It is useful to make friends. Okay, so in here, complete the sentences with used to plus a suitable verb. Deməli, cümlələri used to və yəni bu feillər olur ha, birinci formanın feili. O feillərlə tamamlayın. Məsəl üçün, birində verib ki, Sarah used to have a very long hair many years ago, but now her hair is very short. Burada used to feilin birinci forması da have olaraq işlədilib. Okay guys, Jason used to eat a lot, but he is on diet now. Used to'muz yerində işlənib, eat də birinci formada olan feilimizdir. A lot, but he's on diet now. Əvvəlcədən çox yerdi, indi diyetləri yemir artıq. Aha. İndi mən burada to'yumuz var. Belə.
Sarah used to buy a bicycle, but last year she bought a car. Əvvəlcədən o yəni velosiped alırdı, amma keçən il o özünə maşın aldı. My grandparents used to live in the village. They moved to city 2 years ago. Əvvəlcədən kənddə yaşayırdılar, amma indi şəhərə getdilər. My uncle used to work as a waiter in a restaurant. He doesn't work there anymore. Əvvəlcədən qarsan işləyirdi bir dükkanda, amma indi işləmir. Nelly used to talk her classmates very often, but now they don't meet at all. Əvvəlcədən dostlarıyla tez-tez danışırdı, amma indi danışmır. I used to like cartoons in my childhood. I don't like them anymore. Əvvəlcədən çizgi filmləri baxmağı sevirdim, amma indi sevmirəm. Aha. Complete sentences use the words from the box. İndi bizim boxumuzda, yəni kutumuzda olan sözlər iki dənə did, didn't, to, used to var. Bu used to'nu işlədib deyə saymırıq buradan. So, burada indi I did ola bilməz, çünki sual cümləsidir. Sual cümləsi deyil, dedi işlənməyəcək. I didn't used to like our country life, but now I want to live there. İndi burada deyir ki, mən əvvəlcədən belə kənddə qalmağı sevmirdim, kənd həyatını sevmirdim. Amma indi kənddə qalmaq istəyirəm. What sports? Burada sualdır, what'la başlayır, sualdır. Ona görə did işlədəcəyik. What sports did you learn to do in your childhood? Uşaq vaxtı yəni hansı idmanları eləyə bilirdin? These days I run a lot. Bu vaxtlar mən çox qaçıram, yəni bu günlər çox qaçıram. I didn't used to run before. Əvvəlcədən çox qaçmırdım. Did you used to play football in your childhood? Sən uşaq vaxtında futbol oynuyordun. Anar used to work as a waiter, but now he's a hotel manager. Anar garson olaraq işləyirdi, amma indi otel aparıcısıdır, yəni oteldə işləyəndə. Andrew used to watch football matches at the stadium. He doesn't like it anymore. Əvvəlcədən futbol belə yarışlarına baxırdı, futbol məçlərinə baxırdı, amma indi artıq istəmir. Yəni xoşuna gəlmir. İndi bunu yaz bu 5-cində compare what Omar said 15 years ago and what he says today. Write about he used to do and didn't used to do in 15 years ago. Nə edirdi, nə eləmirdi 15 il əvvəlki halı ilə bugünkü halını müqayisə edəcəyik Ömərin. Və used cümlələri ilə quracağıq. Mən deyəcəm, siz yazacaqsınız, mən yaza bilməyəcəm, uzun olacaq. Məsəl üçün 15 il əvvəl I never drank coffee. Coffee içmirəm heç vaxt. I drink coffee a lot. He didn't used to yazacaqsınız ki, he didn't used to drink coffee. Drink coffee olacaq. Çünki biz dedik ki, used'dan sonra feilin birinci forması gəlir. I didn't play chess. I often play chess. He didn't used to play chess. I ate a lot of ice cream. I don't eat ice cream anymore. İndi bunu yazacaqsınız. He used to eat a lot of ice cream. İndi diyəcəndə I had a parrot. I don't have a parrot. He used to have a parrot. He used to have a parrot. I wore glasses. I don't wear glasses anymore. I used to wear glasses. I didn't do sport. I often do sport. Burada da he didn't used to do sport. He didn't used to do sport. Yəqin ki, ümid edirəm ki, yazdınız. İndi bu hissədə səhvləri tapacaqsınız. Bu çox asandır. Mən də sizə bunu elə evə verəcəm. Özünüz işləyin, çünki bu səhvləri, burada olan səhvlərin hamısını bir izah eləmişik. Hələlik.